Yəni övladlarımız biz ümumiyyətlə qəbul eləməliyik ki, hər bir valideyn. Onlar bizə əmanətdir yaradandan. Onlar bizim əsla davamımız deyil. Bunu niyə əsla deyirəm? Çünki narsistik xüsusiyyətlərə istəmirəm çox belə axaq gedək. Çünki bu bir növ narsizm olar. Biz onları öz davamımız kimi görsək. Misal üçün ana gəncliyində çox istəyib həkim olmaq. Ancaq övladı onda o potensial var, savadlıdır, yəni çox gözəl, hər şey əla. Ancaq övlad öz gələcəyini həkim kimi görmür. Ana tövsiyəsini verir. Deyir övladım, çox mən səni gözəl həkim kimi, məsələn, cərrah kimi görürəm. Üstün xüsusiyyətlərini sayır həmin məsləyin. Ancaq övladı deyir ki, anacan, çox sağ ol tövsiyələrinə görə, zəhmətinə görə mən dəyərləndirirəm. Baxın, bütün hörmət çərçivəsində. Ancaq mənim seçimim budur. Bu növ bu üslubda danışmağı belə icazə verən əslində biz valideynlərik. Ona görə biz şərait yaratmalıyıq ki, övladlarımız özünü birinci bizim yanımızda düzgün ifadə etməkdən çəkinməsinlər.